16 yaşım var idi, marketdə kassir işləyirdim. 5-6 ay işlədikdən sonra müdir məni səbəbsiz yerə işdən çıxardı. Hər səhər yayın istisində oyanıb özümə iş axtarırdım. Əhmədliyə gələrkən bir mağaza gördüm. Mağazanın şüşəsinə yazılmışdı ki, toy şənlik məclis libaslarının satışı üçün işçi axtarılır. İçəri girib işləmək istədiyimi və maaşını soruşdum. Maaşı yüksək idi deyə razılaşdım. Bir həftədən sonra işə başladım. Orada bir il işlədikdən sonra öz razılığımla çıxmaq qərarına gəldim. Bu müddət ərzində işlədiyim pulu yığmışdım. İşdən çıxmaq səbəbim oxuyub imtahanlara hazırlaşıb təhsil almaq idi. 4-5 ay hazırlaşdıqdan sonra imtahan verdim və balım yüksək çıxdı. Azərbaycan Universitetinin diplomat ixtisasına qəbul oldum. Qəbul olduğumu öyrənən kimi yenə də o mağazada işləmək məcburiyyətində qaldım. Çünki kirayə pulu, işıq pulu və digər ehtiyaclarımı ödəməli idim. Universitet həyatım bitənə qədər orada işləməyə davam etdim. Universiteti bitirdikdən sonra sənəd işlərini qaydasına qoyub diplomat işləməyə başladım və maaşım da yüksək idi. 23 yaşımda ad günümdə qərara gəldim ki, özümə libas mağazası açacağam. 8 ay pul yığdım, mağaza axtarmağa başladım. Bir mağaza qarşıma çıxdı, aylığı çox uyğun qiymətə idi. Mağaza bir aya hazır oldu. Əlimdəki pula 30-40 ədəd libas aldım və mağazanın açılışını etdim. Hazırda 2 ildir ki, diplomat işləyirəm və 1 ildir ki, libas mağazam var. Həm diplomat işimi görüb, həm də mağaza işlədirəm.